əlim yandı. Əlim yandı ya sözün ikinci mənasında əlim yandı. Əsl mənasında. Həm əlim yandı, həm də əlim yandı. Əziz dostlar, Binə Safxozda sizə çox gözəl bir qiymətə bir ev təklif edirəm. Bilirsiniz də, yəni mən ev alqı satqı deyiləm. Sadəcə olaraq harda seçirəm, axtarıram, qəşəng qiymətə əlim yandıya ev varsa, tez sizlər üçün çəkirəm, paylaşıram. Çünki məni izləyənlər hamısı mənim yerlərimdir, dostlarımdır, tanışlarımdır, Binə Safxoz arasında yaşayanlardır. Əziz dostlar, Binə Safxoz 160 nömrəli avtobusun ərazisində, son dayanacağı ərazisində, Fatimə Tədris Mərkəzinin yanında, Sot yarımı içində tikilən belə bir gözəl 58 kvadratlıq ev, qiyməti isə mükəmməldir. Bir də içəri girək. Normalda kvadratı qiymətə vuranda özünüz bilirsiniz, bu qiymətə dəyir yoxsa yox. Bir dənə 58 kvadratı hesablayın. Görün qiyməti nə qədər eləyəcək. Nə qədər əlim yandı olur, nə qədər endirim olur, əziz olsa. Gördüyünüz kimi, bir dənə çöl qapını çəkək, gördüyünüz kimi darvaza gözəl şəkildə qoyulub. Bax, bu həyəti, patvalı, havalandırmağı, hər bir şeyi gördüyün kimi. Evin arxası. Bir dənə də qədir ağacı əkmişəm, mən qədrimi bilin. Bax, yer də hamısı beton kəmərdir, əziz dostlar. Yəni, adi torpaq üstünə tikilən ev deyil, beton kəmərdir. Bax, gördüyünüz kimi, həyət də kafeldir. Burada da su qalmasın deyənə trapdır. Trap deyirlər, hə, düz dedim. Evin giriş qapısı, seyf qapısı. Bax, daxil olduq evə. Çox gözəl, qəşəng, səliqəli bir ev. Bax, əziz dostlar, qazı, suyu, işığı. Gördüyünüz kimi, koridor. Daxil olduq bir otağa. Bax, bura qokunadır, mətbəx. Azərbaycan dilən mətbəx. Gördüyünüz kimi, mətbəx divarları, kafel, mərmər. Ondan sonra qapılar. Qəşəng qapılardır. Keçdik sonra növ hansıdır, maşallah, otaqlar çoxdur. Yəni, keçək böyük bir zala. Gördüyünüz kimi, əziz olsa, belə bir gözəl zal. Zal o qədər genişdir ki, adamın səsi yıxılır. Həqiqətən də bu qiymətə görə zal qəşəngdir. Keçdik ikinci bir otağa, gördüyünüz kimi. Aboy seçimi çox gözəldir. Yəni, mən ona görə sizə deyirəm ki, yəni, mən seçirəm evləri, çəkirəm sizlər üçün. Aboy seçimi mükəmməl. Keçdik növbəti bir otağa. Hər bir otağın aboy dekorasiyası tam fərqlidir. Yəni ki, indi bildiyiniz kimi, kimsə özü üçün ev tikəndə çətindir. Qazı, suyu, işığı çəkmək çətindir. Mən hətta neçə ildir Bakıda, hələ mənim evimin nə qazı var, nə işığı var. Qaz da var, işığı da var. Şirin suyu var, dövlət suyu yoxsa belə. Dövlət suyu da bu yaxınlarda çəkiləcək xətlər də var. Belə əzizlər, qiyməti demək istəyirəm sizə. Bax, bu da sanitar qovşağıdır. Bu sanitar qovşağı sizə görsədim. Əziz dostlar, gördüyünüz kimi, hamam tuvalet. Hələ sanitar qovşağı materialları gəlib hazırdır. Hələ quraşdırılmayıb. İnşallah bu günə sabah quraşdırılacaq, sizə təhvil veriləcək. Qiymət çox mükəmməl. Gəl hələ hamamın ağzına dansa təmiz söhbət edək. Qiymət də çox gözəl bir qiymət, əziz dostlar. Real alıcıya gözəl endirim var. Normalda kvadratı bir hesablayın, görün qiymət nə qədər edir. Cəmi, bu bir adı edeyim. Cəmi cümlətanı 45 minə. Yəni, 58 kvadratlıq bir yeri, normalda bir şəhərdə hesablayın, 58 kvadratlıq bir yeri hesablayanda görün qiymət nə qədər edir. Ən aşağı 1000 manat hesablayanda 58 min manat pul edir. Əlim yandıya 58 min yox, cəmi 45 minə. Alan adam uduzmaz. Lap istəyirsənsə, kriptovalyuta kimi, gələcək yatırım kimi. Bu evi 45 minə al, 2 ildən sonra 80-90 minə satmasan, nə istəyirsən kommentə yaz mənə. Öpürəm sizi, sayfada aşağıda da etiketləyirəm. Əlaqə nömrəmiz 050 982 50 42. Bu nömrə mənim şəxsi öz nömrəmdir. Birbaşa mənə əlaqə saxlayın. Gəl mənim dükanıma, gələk sizdən bura. Evə baxın, xoşunuz gəlsə, gedək yer notarusu, özüm eləyim. Heç kim evsiz qalmasın. Öpürəm sizi, minnətdarım.